Bəzi risklər gözlə görünmür, amma istilik fərqi onları gizlədə bilmir. Məhz buna görə peşəkar texniki baxış sadəcə görmək yox, görünməyəni vaxtında aşkar etmək deməkdir. Daha TPS H20 termal kamerası temperatur fərqlərini operativ şəkildə aşkarlamaq, baxış prosesini sürətləndirmək və mümkün nasazlığı daha erkən müəyyən etmək üçün hazırlanıb. Bu cihaz adi görüntünü təqdim etmir. Adi gözlə seçilməsi çətin olan istilik fərqlərini aydın termal görüntüyə çevirir və diqqət tələb edən nöqtələri dərhal görünən edir. 256X 192 termal detektor yüksək həssaslıq və -20 dərəcədən müsbət 550 dərəcəyədək ölçmə imkanı sayəsində TPS H20 texniki nəzarəti daha dəqiq və daha sürətli edir. İsti və soyuq nöqtələrin izlənməsi isə riskli sahələri vaxtında müəyyən etməyə kömək edir. Temperatur əvvəlcədən təyin olunmuş həddi aşdıqda cihaz səsli xəbərdarlıq verir və avtomatik görüntünü qeydə ala bilir. Bu isə baxışı yalnız operativ yox, eyni zamanda daha sənədləşdirilmiş edir. H20-nin əsas üstünlüklərindən biri də onun portativ və istifadədə rahat quruluşudur. MicroSD yaddaş dəstəyi, lazer göstərici, IP54 qoruma səviyyəsi və 8 saatdan artıq gözləmə müddəti bu kameranı yalnız mobil yox, eyni zamanda praktik iş alətinə çevirir. Qısa desək, daha TPS H20 sadəcə termal kamera deyil. Bu, vaxt qazandıran, riskləri daha erkən göstərən və texniki baxışı daha peşəkar səviyyədə qaldıran ağıllı nəzarət həllidir. Əgər siz temperatur fərqlərini daha dəqiq izləmək və mümkün nasazlıqlar vaxtında görmək istəyirsinizsə, daha TPS H20 bu iş üçün etibarlı seçimdir.